Əziz vətənlər, salam, hər vaxtınız xeyir olsun. Canlı verilişimiz efirdədir gördüyünüz kimi və bu günləri biz verilişimiz iki qismətdən ibarət olacaq. Gördüyünüz kimi birinci qismət traktorla bağlı və verilişimizin ikinci qisməti isə Sayın Doktor Işıq bəy Sönməz ana dilinin əhəmiyyəti, önəmi və istismar mövzusunda onunla söhbətlərimizi davam etdirəcəyik. Amma mən istərdim ki, yəni hər iki mövzuya keçmədən öncə ilk növbə çərşənbə, yəni bayram münasibəti ilə hər tək-təkinizi təbrik edirik Günaz TV adına. Ümid edirik ki, bu bahar bayramı hər tək-təkiniz üçün uğurlu bir bayram olacaq ki, inşallah ümid edirik. Və bildiyiniz kimi yenə də bizim verilişimizdə, yəni burada Amerikada saatlar dəyişdiyindən təxminən 1 saat dəyişiklik oldu. Hər halda Azərbaycanımızın güneyində də, İran adlanan ölkədə və digər bölgələrdə də yəqin ki, qısa zamandan sonra saatlar dəyişəcək. O zaman yəni eləyə bilərik ki, saatlarımız, yəni burayla oranı təxminən tətbiq verib və münasib bir zamanda, vaxtda biz verilişimizi yenə də efirə verə bilərik. Bəli, bilmirəm, Fərvərdin 21-i ya oradadır? Martın, bəli, Martın. O zaman efir otağından bildirdilər ki, Mart ayının 21-də dəyişiləcək Güney Azərbaycanda və o zaman sanıram ki, proqramlarımızı biz eləyə bilərik ki, eyni vaxtda, eyni zamana yenə sala bilək. Və indi isə mən istərdim, backgrounddan da gördüyünüz kimi, bura Qurd dərəsidir, Səhənd stadiomudur. Vaxtilə, yəni traktor timi eləyə bilir ki, təxminən 70-72 min nəfər yəni yer tutan bir stadioma, haradasa 100-120 min bəzən də o təpələrin üzərinə azarkeşlərini, yəni tərəfdarlarını çəkib gətirə bilir. Amma bu bizim demək olar ki, yəni traktorun dünənki oyunu istisna bir oyun idi. Həm tərəfdarlar üçün, həm traktor üçün. Bu başdan biz təbrik edirik bir daha traktor timini, traktorun tərəfdarlarını, başqahı, sərpərəstini, mürəbbisini, oyunçularını və eləcə də bütün dünyada traktor azarkeşliyini edənlərə böyük bir qələbə idi və bu hər tək-təkimizi təbii ki, sevindirdi. Bu qələbə o mənada yox ki, yəni biz oyunun yəni nəticəsinə görə, bu nəticə hər zaman həmişə oyundur, futboldur, dəfələrlə demişik, topdur, girdədir və hər zaman bir gün yəni bir tim udur, o bir gün başqa bir tim udur və uduzur və s. Yəni, önəmli bu deyil. Önəmli yenə də traktor tərəfdarlarıdır. Yəni, bu doğrudan da dünənləri yəni, canlarından maya qoydular. Ora gedən insanlar o namünasib bir hava şəraitində təxminən hər yeri qar və yəni oyunun başlanğıcına qədər də haman qarın yağıntısı da davam edirdi. Ehtimal verilmişlər ki, yəni bu oyun baş tutmaz. Ona görə də traktor tərəfdarlarının çoxları yəni evlərində qalıb və sonradan peşiman olublar ki, kaş ki biz ora gedərdik. Yəni əgər onlar hesab edilmişsə, yəni oyun batil olacaq, ümumiyyətlə yəni ləğv olacaq. Bəlkə də bunlar belə düşünməzdilər. Amma hər halda traktorun tərəfdarlarının yəni zəhməti nəticəsində meydanın qarını təmizləyib və beləliklə də bunlar meydanı bir təhər yəni şəraiti hazır eləyib, amadə eləyib, hər iki timin ixtiyarına verdilər ki, sübut elədilər ki, bir daha yəni traktor tərəfdarları bu timin təşviqi üçün hava şəraitinə, hava münasibətlərinə fikir vermədən, yəni müxtəlif hava şəraitlərində öz timlərinə yardımcı ola bilir və həmişə hər zaman da öz timlərinin yanındadır. Bunu dəfələrlə sübut edib, dünənlər də sübut etdilər. Amma necə deyərlər, yenə də üzü qaralıq o məhsullara qalır. Üzü qaralıq o şəxslərə qalır ki, və yaxud o federasyon futboluna qalır ki, əllərində bu qədər sərmayə
yalnız o federasyonun sərmayəsini iki tim arasında, yəni Tehran timlərinin, Piruzi və İstiqlal timləri arasında qalanların isə özləri, yəni mənimsəyib, öz hesablarına, şəxsi hesablarına istifadə edirlər. Üzüqaralıq təbii ki, onlara qalır. Onlara qalır ki, eləyə bilərlər onlar. Çox Təbriz, yəni o stadion arasında olan qısa bir, hardasa bir neçə kilometrdir. Yəni 10 kilometrə də çatmır. Yəni eləyə bilərlər bu yolu, vəziyyəti düzəldələr. Orada insanlar rahat, yəni müxtəlif hava şəraitində, yağış, qarda da gəlib gedə bilər. Amma təəssüflər olsun ki, bunu etmirlər. Amma bütün bunlara baxmayaraq, indi birazdan biz yəqin ki, şəkillər də ekrana qoyacağıq, siz görəcəksiniz ki, tim tərəfdarları, yəni traktorun tərəfdarları hansı vəziyyətdə, hansı şəraitdə, haradan, hansı yerlərdən stadionlara gəlirlər. Yəni bunu siz təsəvvür edin ki, bu yəni bəlkə də dünyada unikal bir şəraitli bir vəziyyətdir ki, yalnız traktor tərəfdarları üçündür. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Heç bir sahəsində, nöqtəsində bəlkə də belə bir yer, hətta Afrikanın ən ucqar yerlərində belə bir vəziyyət, şərait tapa bilməzsiniz ki, bu qədər bir timin tərəfdarı olsun, amma onların şəraiti olmasın. Onların gəliş-gedişi üçün adicə otobus belə bunların, avtobus onların ixtiyarında qoyulmasın. Bu mənada biz istəyirik ki, bu günləri yəni timin nəticədən öncə bunlara biz əhəmiyyət verək. Yəni bu tərəfdarlara biz dəyər verək ki, qarda, yağışda bunlar gəlirlər və timlərini tək qoymurlar. Bu mühümdür. O baxımdan biz istədik ki, birinci ilk növbədə, yəni bir daha təşəkkür eləyək traktor tərəfdarlarına. Bu şəkildə gördüyünüz, yəni bu meydan ki, yəni qar bir şəraitində oyundan bir neçə saat öncədir. Bunlar əsasən yəni tərəfdarlardır ki, orada yəni təxminən uzunluğu 120 metr, eni isə 90 metr olan böyük bir sahədir, yəni kiçik bir sahə deyil. O qalınlığa qarı qısa bir zamanda təmizləmək, hazır eləmək bu yalnız və yalnız traktor tərəfdarlarına aid olan yəni bir fədakarlıqdır. Beləliklə də həman bu yəni şəkildə gördüyünüz bir soydaşlarımız da qarı özləri, yəni tərəfdarlar bu qarı meydandan təmizlədi. Əslində oyun ləğv olacaqdır. Bu da bunların meydana gəlişi, yəni yerlər, harada cığırlar var, özləri üçün bəzi cığırlar açıb və qarların arasında stadiona doğru hərəkət etmək. Biz buna deyirik ki, məhsullar bir qədər utanmalıdır. Belə bir şəraitdə, belə bir vəziyyətdə. Yəni bunlar hansı yollarla, dərələrlə, təpələrlə yəni gəlirlər. Düzdür, yəni təkrar edirəm, şərait, qar şəraitinə görə o qədər də meydanda yəni tərəfdar olmayıb. Hardasa 15, bəlkə 20 min, bundan artıq yəni tərəfdar meydanda yox idi. Amma belə bir vəziyyətdə, şəraitdə timi tək qoymamaq bu özdə çox böyük bir rəqəmdir. Yəni inanılmaz bir rəqəmdir ki, bu belə bir şərait, yəni hər hansı bir başqa bir timlərdə olsaydı, Tehran və yaxud digər şəhərlərin timlərində bir adam o stadiona ayaq basmazdı. Amma o yerdə ki, özləri əyləşiblər, qalan yerlər ki, boşlar idi, onların çoxlarında da traktorun bayrağını orada qarın üzərində taxmışdılar ki, bir növ özü bunu sübut edir ki, o adamlar ki, imkan tapıb gələ bilməyib, ən azından yəni bayraqlarını ora taxıb və traktora olan bir daha sevgilərini göstərirlər. Bu da gördüyünüz bir əlil, yəni çarxı ilə o qarda, o vəziyyətdə, o şəraitdə yəni timə olan sevgidir, millətə olan sevgidir. Və bununla bərabər həmçinin stadionda səslənən şüarlar. Mən istərdim ki, ilk növbə biz qolu sizə təqdim eləyək. Bilirsiniz ki, əziz həmvətənlər, dünənki oyun Spahanla, yəni İsfahanın Spahan timi ilə traktor arasında olan yarış 1-0 hesabı ilə ki, penaltı nöqtəsindən bu qol oldu, vuruldu və traktor beləliklə də öz çox mühüm və əhəmiyyətli qələbəsini qazandı. Bu vaxtda biz demişdik ki, əgər traktor bu oyunu qazanmazsa, artıq yəni qəhrəmanlıq iddiasından əl çəkməlidir. Amma qazandığı bir halda yenə də şansları çoxdur. Çünki hal-hazırda traktorun
27, yəni oyun oynayıb 49 xal toplayıb, eləcə də Sipahan yenə 27 oyunla 52 xal birinci yerdədir. Traktor 49-cu xalla, yəni imtiyazla ikinci yerdədir və eləcə də İstiqlal 26-cı, yəni oyunla 48 xal qazanaraq 3-cü yerdədir. Növbəti yəni oyunu, təbii ki, İstiqlalın oyunu ona görə gecikir ki, bunlar Asiya oyunları da var. O baxımdan onun üçün əgər İstiqlal növbəti yəni oyununu uduzarsa, Traktor ikinci yeri saxlayır. Əgər udarsa, təbii ki, İstiqlal yenə də ikinci yerə keçir. Traktor üçüncü yerdə rəqabət yəni bir xalla davam edəcək. Eyni zamanda əgər bərabərliyə qalarsa, yenə də Traktor çox ehtimal ki, öz yəni ikinci yerini qoruyub saxlayır. Hər halda İstiqlalın qarşısında olan oyundan asılıdır. Yəni, hal-hazırda bir müsəlləs təşkil verilib. Üçbucaq ki, 3 tim arasında, yəni bu rəqabət get-gedə sıxlaşır. Sipahan, Traktor və İstiqlal. Ki, bundan sonraki, təbii ki, hər bir oyun Traktor üçün bir final oyunudur. Yəni, hər tim üçün. Yəni, əslində bu 3 timin üçünün də üçün sanki yəni final oyunu oynayırlar. Ona görə diqqətli və davam etdirməlidir ki, ta Traktor istədiyinə nail ola bilsin. Bəli, biz o zaman qolu biz təqdim eləyək. Yəni, penaltı səhnəsinin necə penaltı oldu və necə qol vuruldu, onu görün bir daha. Təbii ki, biz Günastiv vasitəsilə canlı yəni bunu vermişik efirə. Hətta o soydaşlarımız ki, yəni on minlərlə insanlar ki, stadionu o qarda getmişdilər və onların təkrar yəni bunu görməsi üçün məxsus yəni onun təkrarı getməsi o stadiona gedən soydaşlarımız üçündür. Ki, təbii ki, nə Təbrizin televizyonu, nə İranın digər televizyonları bunu təkrar heç vaxt, heç zaman vermir. Onun üçün biz zaman ayırırıq, vaxt ayırırıq o və dəyər veririk o soydaşlarımız ki, stadionlara gedirlər. Ona görə də onlar üçün təkrar və yenidən oyunu tamaşa etsinlər, baxsınlar. Və bir daha da qolu təkrar biz yəni qol səhnəsini ekrana gətiririk və söhbətimizi davam edəcəyik. Buyurun, bərabər seyr edək. رحمان احمدی با فریادهای خودش صحبت میکنه با مدافعانی که قرار هست یارگیری کنند با مهاجمان تراکتورسازی. یک ارسال بلند، باز هم ضربه سر اول از مدافعان سپاهان. لوپز داخل محوطه جریمه رو زمین میفته. اعلام پنالتی برای تراکتورسازی و خوشحالی هواداران حاضر در ورزشگاه. سعید مظفری زاده بدون هیچ مکس و تعللی نقطه پنالتی رو نشون داد و این هم خوشحالی هواداران حاضر در ورزشگاه. صحنه آهسته رو با هم مرور خواهیم کرد. ضربه سر ابراهیمی، لوپز صاحب توپ شد، با کریمیان درگیر شد و داور اشاره کرد که باید ضربه پنالتی برای تراکتورسازی زده بشه. در رابطه این صحنه کارشناسان داوری نظر خواهند داد. فعلا باید ضربه پنالتی رو ببینیم. مسافه تک به تک دو بازیکن. به نظر میسه توسی رودریگو پشت این ضربه قرار گرفته. رحمان احمدی در مقابل این ضربه، موقعیتی مناسب برای تراکتورسازی در این صحنه. موقعیت برای تراکتورسازی، ضربه پنالتی و گل برای تراکتورسازی. تراکتورسازی 1، سپاهان 0. روی نقطه پنالتی تراکتورسازی به گل میرسه تا هوادارانی که در این هوای سرد خودشون رو به ورزشگاه رسوندند خوشحالی خودشون رو به این شکل ابراز کنند. تراکتور 1، سپاهان 0. و این گل میتونه در ادامه نوید مسابقه جذابتر رو بده. مطمئنا دیگه احتیاط در کار سپاهان وجود نخواهد داشت از این لحظه به بعد و این تیم برای جبران حمله خواهد کرد. هشتمین گل توسی رودریگو. با این گل به صدر جدول گلزن‌های تراکتورسازی میره و بالاتر از سید محسن حسینی 7 گله قرار میگیره.
و این گل خودش رو 8 گله میکنه. شادی های مختص هواداران تراکتورسازی در ورزشگاه یادگار امام رو میبینید. شور و هیجان در این بازی بیشتر میشه. قبل از اینکه بازیکن تراکتورسازی روی زمین بیفته، سعید مظفری زاده اعلام خطا کرده بود به نفع سپاهان. از زاویه دیگر میبینید رحمان احمدی هم به خوبی تشخیص داد جهت ضربه رو و خودش هم حسرت توپی رو خورد که نگرفته بود. با هم ببینیم. و توسی جلجیگویی که همچنان خوشحال هست به خاطر گلی که از روی نقطه پنالتی به ثمر رسونده. درگیری های لفظی بین بازیکنان دو تیم همچنان ادامه داره. در نیمه اول بیشتر درگیری ها به شکل فیزیکی بود، حالا درگیری های لفظی رو هم در بین بازیکنان دو تیم می‌بینیم. به هر حال بازی دنبال میشه. برونو سزار برمیگرده پاسو بندازه که موفق نیست. حمله برای تراکتورسازی دبل زیدانی نمیگیره. زمین لغزنده است و این حرکت. Bəli, Traktorun qələbə qolunun şahidi olduq, seyr etdik və demək olar ki, bu iki oyunçu, yəni xarici oyunçu Lopez və Rodrigo'nun, yəni bir-birləri ilə həmahəngiliyi nəticəsində əmələ gələn bir qol, biri penaltı aldı, o biri isə onu qola təbdil elədi və beləliklə də İsfahan ki, keçən il Təbrizdə hardasa bir 100 min tərəfdarın qarşısında Traktoru 3-0 hesabı ilə, ya bilmirəm, 3-1 belə bir nəticə idi, məğlub etmişdi. Bu dəfə özü, yəni məğlub edildi və İsfahana yola düşdülər. Biz əlbəttə bəzən bir insaf da necə deyərlər, yaxşı şeydir. Bu penaltı səhnəsi ilə bağlı mən demək istərdim. Əslində bu penaltı idi. O mənada, yəni əgər bir oyuncu 18 o qədəmin içində, yəni o cərimə meydançasında qola doğru hərəkət edirsə, ona arxadan hər hansı bir müdaxilə ki, öz taadülünü əldən verə, bu penaltı. Yəni bu qayda qanun da belədir ki, yəni Lopez İsfahanın müdafiəsini keçəndən sonra arxadan ona olunan, yəni kiçik bir toxunma onun taadülünü bir-birinə vurdu və beləliklə də bu əslində penaltı idi. Amma eləyə bilərdi, yəni bunu penaltıda tutmasın hakim. Əgər bunu hətta penaltı tutmasaydı belə, o qədər də bu etirazlara səbəb olmazdı. Yəni bu nə açıq, çox kobud bir penaltı səhnəsi idi, ya nə də ki, ümumilikdə, yəni bu o hətta tutulmasaydı bunu hakimin üzərinə getmək olardı ki, nədən sən bunu penaltı eləmədin və s. Yəni elə bir şərait idi. Bu açıq bir dənə, yəni penaltı saymaq olmazdı bunu. O mənada mən deyirəm ki, sözümün yəni canı ona görədir ki, əslində Traktor bu oyunla, yəni belə oyun nümayiş etməklə, indi biz deyirik, İstəyirik, yəni birinci yeri tutsun, qəhrəman olsun, Asiya səhmiyyəsini alsın. Amma bu oyunla, bu vəziyyətlə, bu şəraitlə təbii ki, bir qədər Traktor üçün çətin olar. Hətta Asiya səhmiyyəsini belə alsa, yəni bu tərkiblə, bu oyun sərgiləməklə Asiyada o ərəblərin, yəni xüsusən də və digər yəni timlər var burada, Özbəkistan var, ayrı-ayrı güclü timlər var, Japon, Koreya filan. Yəni bunlar indi qabaqçı timlər deyirlər, çox güclüdürlər. Yəni onlarla eləyə bilməz, rəqabət göstərə bilməz. Bunu da biz nəzərə almalıyıq. Onun üçün indi Traktorda problem nədir? Nə məsələ var? Bu biraz hər halda uzun zaman istəyir, vaxt istəyir, bunu mübahisə eləyəsən, bunun haqqında mütəxəssislər cəlb eləyəsən, dəvət eləyəsən, söhbət eləsinlər, məsələnin açıqlasınlar ki, nədir bunların dərdi? Əlbəttə ki, yəni fiziki baxımdan, yəni taktik baxımından filan o qədər də digər timlərdən geri qalanlar deyirlər. Sadəcə indi bunların bəlkə də bir yəni rəvani, psixoloji bir məsələləri var. Bəlkə də bunların
yəni meydandan kənarda sərpərəstlə, başqahla bir məsələlər var, maddi problemlər var, hər bir şey, yəni o qədər ki, canla, başla maya qoyalar və yəni bir tim qələbə çalanda da və yaxud bir tim oyun sərgiləyəndə, göstərəndə də onu elə nümayiş etdirməlidir ki, orada seyr edən seyircilər, televizyondan və yaxud azarkeşlər, meydanın daxilində olan, stadionda olanlar bir rahat nəfəs ala bilərlər ki, yəni bu tim uduzsa da bilsinlər ki, yəni bu ən azından bunlar özünə güvənərək yəni bu işi gördülər, oynadılar, uduzdular və yaxud uddular və s. Bir növ tərəfdarlar, seyircilərin yəni olmasın ki, biz həmişə hər zaman, biz özümüz də burada açıq, yəni özdə elə vaxta düşür ki, indi mən demirəm tək biz, yəni hər yerdə tərəfdarlar, Amerikada, Avropada filan, bizdə xüsusən elə bir saata düşür ki, səhər sübh saat 5-ə, 6-ya, yəni indi bundan sonra bəlkə biraz saat fərq eləyir, amma hətta bizim 4:30-da da durub səhər yuxudan ayılıb bu oyunun, yəni canlı oyuna baxmışıq. Yəni Traktor hətta qol vuranda da, bir qol qabaqda olanda da sona qədər 90 dəqiqəyə üstəgər o əlavə vaxta qədər insanın yəni içi tökülür, dağılır ki, bu qolu saxlaya biləcəklər ya saxlaya bilməyəcəklər. Yəni bu önəmlidir, bu mühümdür. Dünənki oyun, siz təsəvvür eləyin ki, dünənləri yəni o bir qoldan sonra o qolu saxlamaq üçün mən əminəm ki, orada olan stadionda olan o gənclər dəfələrlə öldülər, dirildilər və yaxud o televizyondan seyr edənlər. Yəni bunlar və həqiqət bu idi ki, sadəcə Sipahan bədşanslıq gətirdi. Yəni bunların dəfələrlə bir qol vurmaq, yəni 100% qol vurmaq şansları oldu, sadəcə bir bəxt idi. Yəni bir bədşanslıq idi ki, necə bəzən Traktorda olur və yaxud Traktorun özünün, yəni elə birinci nimədə o vurulan, yəni başla vurulan, kəllə ilə vurulan top getdi, tirə dəydi, qayıtdı, yəni qapıya dəydi, qayıtdı ki, demək olar ki, bəlkə də elə o da yəni 100% qol ola bilərdi. Yəni bu amma Sipahanda bir qədər daha çox idi bu səhnələr. Sipahanın şansı daha çox idi bu oyunu utsun və 3-4 qol həqiqətən də yəni 100% qolları bunlar qaçırdılar, əldən verdilər. Ona görə ki, yəni görünür, əgər belə bir 4 dənə 100% yəni qol vurma imkanı, şəraiti bir tim üçün yaranması bu göstərir ki, müdafiə sistemində ciddi bir nöqsan var. Yəni əgər bu məsələlər Traktor yəni bu tipli futbolu davam etdirsə, bu ümumilikdə mən bunu deyim ki, bu peşəkarlıqdan, yəni herifeylikdən kənardır. Yəni elə bir şəraitin, elə bir vəziyyətin hücumçu üçün yaratmaq. Yəni İmad Rza sol cinahdan, yəni dünənləri sol cinahdan rahat eləyə bilərdi 2 dənə, 3 dənə qol vursun. Və deyirəm, bədşanslıq gətirdi. Yəni onu necə o şərait yaranır? Nədən elə oyunçulara, o cür sürətli oyunçulara, texniki oyunçulara, fürsətdələ bu oyunçulara şərait yaradılır? Bu biraz təəccüblüdür. Özdə bilərəkdən ki, sən bir qol vurmusan, qabaqdasan, bu qolu saxlamalısan. Və mən bu günlərdə səhər bəzi oyunçuların müsahibəsində oxudum. Onlar da özləri də deyirdi, qol vurandan sonra bizə dedilər ki, bir qədər yəni müdafiə sisteminə keçmək lazımdır. O cür müdafiə olmaz. Əgər sən hücumdan azaldıbsansa, qolu saxlamaq üçün müdafiə sisteminə keçmirsən, bəs o cür elə bir şəraitin Traktor kimi bir timə yaranması və qarşı tərəfə yəni bu şəraiti yaradılması herifeyi bir futboldan xəbər vermir. Üstəgəl yəni o ziddi həmlələrin, Traktorun özünün yəni ziddi həmlələrin o cür qol vura bilməməsi və s. Yəni dünən demək olar ki, bunu demək istəyirəm. Dünənki Traktorun oyunu əgər qərar olsa məsələn qiymət verilə, yaxşı qiymət verilmir. Kafi də qiymət verilmir. Sadəcə bir necə bəzən Traktor yaxşı oynayır, o çoxlu qollar əldən verir, qarşı tərəf şans gətirir, bir qolla udur. Traktorda indi elə bir vəziyyət idi. Dünənləri sadəcə bir şans gətirdi. Bəlkə də o, yəni bilmirəm, Allahın orada olan o tərəfdarlar ki, stadionda o qədər tər tökdülər, zəhmət çəkdilər, o qarı təmizləyirdilər orada. Meydanın qarını yəni təmizləyirdilər. Onlara rəhm elədi. Yəni bunu da istisna etmək olmaz.
Zəlzələdən necə deyərlər ya vəlvələdən traktora lazım olan imtiyaz idi, o imtiyazı aldı. Biz bir daha bu münasibətlə biz traktoru təbrik edirik və ümid edirik ki, qarşıdan gələn oyunları da qələbə ilə axıra qədər, sona qədər başa vurub, beləliklə də qəhrəmanlığı ən azından, yəni Asiya səhmiyyəsini əldə edə biləcək. Mən bir nöqtəni də xüsusi olaraq vurğulamaq istərdim ki, tərəfdar, yəni əsl tərəfdar buna deyirlər. Tərəfdar odur ki, pis vaxtda da, yaxşı vaxtda da timinin yanında olsun. Baxmayaraq ki, traktor o qədər də yəni həm nəticə baxımından, həm ümumi, yəni yaxşı bir durumda döyürdü, amma qar şəraitində elə bir fəsildə tərəfdarların traktoru yalnız qoymaması, bunu gərək Tehrandakı federasyon, yəni futbolun başında duranlar, o axmaqlar ki, oturublar orada və gecə-gündüz senaryo yəni yazırlar, pozurlar ki, necə eləyək traktorun, necə yəni imtiyazlarını azalda bilək. Min bir nəqşələr çəkirlər, onlar yəni ibrət dərsi götürməlidirlər ki, 5 dənə yəni o biri oyunlarda səndəli qıranlar baxsınlar, görsünlər ki, yəni günah onlardadır o stadiomun səndəllərini bu tərəfdarlara, bu gəncilərə qırdırtdırırlar. Çünki əgər elə bir hava şəraitində meydana tökülüb o qarı təmizləyənlər, yəni təbii ki, bu timə biganə olmamağın və timə çox həddən artıq təəssüb keşlik etməyin bir növ nəticəsidir. Elə bir şəraiti də var, yəni belə də var, əgər tərəfdarlarla yaxşı davranarsansa, yaxşı hakim meydana göndərərsənsə, onun haqqını, hüququnu tapdalamazsansa, o cür yəni canfişanlıq edirsiniz. Əgər baxın, əgər yəni o tərəfdarlar dünənki o meydanı qarı təmizləyən insanlar orada olmasaydı, oyun ümumiyyətlə baş tutmaz, yəni ləğv oluna bilərdi. Yəni bu federasyon üçün çox böyük bir həzinədir bunun ləğvi. Çünki ayrıdan yenidən nə bilim geri qayıtmalıdılar. Təzədən bunların yol pulları var, xərcləri var, hotel pulları var və s. Yəni minlərlə, bəlkə 10 minlərlə dolarla hesablayanda, yəni yenə də federasyonun cibində qalır ki, o tərəfdarların yəni hesabına, o tərəfdarlar ki, canından maya qoyub bir neçə saatın içində o meydandakı o qarı sürüyüb, kürüyüb və tərtəmiz elədilər ki, timlər gəlsinlər, oynasınlar. Və biz yenə də təkrar edirəm, əminəm ki, o insanlar ki, yəni evlərində qalmışdılar, həsəd çəkirlər ki, kaş ki biz də orada olardı. Çünki onların çoxları fikirləşirmiş, yəni bu qarın qarşısında futbol oynaya bilməz. Həqiqətən də, yəni əgər o qar təmizlənməsəydi, orada təbii ki, futbol olmayacaqdı. Yəni bunu demək istəyirəm ki, tərəfdarlar bu qədər əziyyət çəkirlər, zəhmət çəkirlər. Federasyonun borcudur. Bu tipli tərəfdarlarla düzgün rəftar eləsin, onların haqq hüquqlarını yedirtməsin, o türkü kimi davərlərə və s. Gəlib traktorun gözü açıq, yəni günüz günorta çağı Səhənd stadionunda, Qurd dərəsində bunların yəni haqqını, hüququnu tapdalayıb və ayrı timlərə o imtiyazları alıb vermək. Yəni bu tipli məsələlərdən federasyon çəkinməli, millətə qarşı yəni kobud belə davranmamalıdır. Çünki o qarı orada təmizləyən həman o gənclər elə stadiondakı lazım olanda o səndəlləri də təmizləyirlər. Çünki onlardan asılıdır. Yəni bu dövlətin siyasətindən asılıdır. Düzgün rəftar elə, millət düzgün rəftar eləsin və orada hətta əskik səndəli də mən əminəm ki, alıb gətirib özləri yerinə qoyarlar. Amma o cür rəftar eləsən təbii ki, oranı o cür qar kimi təmizləyirlər və tökürlər hamısının məmurların və siz məhsulların başına etirazlarını təbii ki, belə bildirirlər. Və mən bu arada bunu da bildirmək istərdim ki, aldığımız bilgilərə əsasən bizim soydaşlarımızdan həbs olunanlar var. Yenə də adət-ənənəyə bir növ çevrilib, biz başa düşmürük. Yəni bu nə məsələdir? Yəni bu nə tipli davranışdır? Onu biz başa aça bilmirik ki, federasyon nədən bu məsələlərin, yəni traktor azarkeşlərinə olan bu zorakılığın qarşısını almır. Bu dövlət nə istəyir bu tərəfdarlardan? O qarda, o şaxtada gedib tibini təşviq eləyən, sadəcə köynəyinin üzərində bir dənə bozqurd şəkli olmaq üçün stadiondan çıxanda həbs olmaları təbii ki, bu yol verilməzdir. Bunu məhkum edirik və bütün Azərbaycan
Əminəm ki, bu məsələdə yekdildir, yəni həmrəydirlər, məhkum edirlər rejimin bu əməllərini, polisin, nizam-intizam qüvvələrinin bu zorakılıqlarını. Çünki əlində yazdığı şüarlara görə, plakartın qaldırılmasına görə və yaxud köynəyinin üzərində bozqurd şəklinin asılmasına görə insanı o cür vəhşicəsinə döyərək həbs eləyib naməlum istiqamətlərə aparmazlar. Bizim əlimizdə, bilmirəm, əgər birazdan siyahı olsa, biz elan elərik kimlər tutulub, olmasa biz soydaşlarımızdan rica edəcəyik ki, həbs olunanların adlarını ən azından bizlərə göndərəsiniz ki, televizyon vasitəsilə elan edək ki, kimlər həbsdədirlər, yəni dünənki oyunda. Oyunun digər maraqlı, yəni daha doğrusu oyundan sonraki hadisələrdən biri də yenə tərəfdarların şüarlarıdır. Ki, oyunun gedişatında təbii ki, stadionda saat yarım müddətinə Azərbaycanla bağlı bir çox şüarlar səsləniblər. Oyundan kənar da, yəni stadiondan xarici olarkən şüarlar verilib, milli şüarlarımız səslənib. İndi isə biz həman şüarları sizə təqdim edirik ki, bərabər seyr edək. Azərbaycan var olsun, istəməyən kör olsun, 1, 2, 3. Buzovka, istəməyən kör olsun, bu torpaqdan pay olmaz, Sulduz Kürdistan olmaz, 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 bu torpaqdan pay olmaz, Sulduz Kürdistan olmaz. Bu torpaqdan pay olmaz, Sulduz Kürdistan olmaz. Bu torpaqdan olmaz, Sulduz Kürdistan olmaz. Bu torpaqdan pay 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 olmaz, Sulduz Kürdistan olmaz. Vatan var olsun, istəməyən
Bəli, sayğılı həmvətənlər, gördüyünüz kimi qısa videolar idi. Yəni tikə-tikə bizə göndərmişdilər ki, bütün əlimizdə olanların hamısını və eləcə də bəzən də soydaşlarımız Facebooka qoymuşdular. Oradan alıb və sizə təqdim elədik. Bir daha təşəkkür eləyirik tərəfdarlara. Yəni traktor orada stadyumda olan o tərəfdarlara, traktorun nəfəsi, yəni millətimizin varlığı, bu günümüzün demək olar ki, ən fəalları həman o gənclərdir. O insanlardır ki, dediyimiz kimi qar, yağış, hava şəraitindən asılı olmayaraq stadyumlara gedir və orada şüarlar səsləndirir ki, bu torpaqdan pay olmaz, Sulduz Kürdistan olmaz. Şüarını da biz orada eşitdik ki, söz vermişdilər belə bir şüarı stadyumda səsləndirsinlər. Və təəssüflər olsun ki, həmvətənimiz, adı bizə bəlli olan həmvətənlərimiz dünənki olayda paltarların üzərində, yəni köynəklərin üzərində Bozqurd işarəsi olduğu üçün həbs olunublar. Onlardan Rıza İbrahimi Azər, Behnam Əbdinijad ki, Qoşaçaydandırlar, Miyandabdadırlar. Hələlik harada olduqları haqqında da hər hansı bir bilgi və məlumat yoxdur. Ümid edirik ki, tezliklə azadlığa buraxılsınlar. Çünki bu tipli həbslər rejim üçün o qədər də, rejimin gələcəyi üçün o qədər də yaxşı bir şeylər vəd eləmir. Özü də rejimin indiki bir durumda, indiki bir şəraitində ki, sadəcə düşmən sıralarını çoxaldır. Yəni bunun anlam, mənası bundan ibarətdir. Nə qədər həbslər var, çoxalır, o qədər də onların əleyhinə düşmənçilik çoxalır. Onun üçün biz bunu bir daha Günas TV olaraq məhkum edirik və soydaşlarımızın, digər soydaşlar ki, həbsdədirlər, hələlik adları bizə bəlli deyir, onların da azadlığa buraxılmasını biz təbii ki, tələb edirik. Mümkün olsa, əgər şəkillər olsa, biz bayaqki şəkilləri bir də ekrana verək, efirə verək ki, soydaşlarımız indi e-mail yazıblar ki, o şəkillərdən bir daha da göstərək. Və əgər yeni şəkillər və yaxud yeni filmlər əlinizdə varsa, lütfən saxlamayın, göndərin ki, televizyon vasitəsilə yayaq və millətimizin o igid balaların o qəhrəmanlıqlarını hər kəs görsün ki, belə bir şəraitdə, yəni hava şəraitində stadyumlara gedib, meydanı təmizləyib və nəticədə də bu həman igidlər, yəni bunlar qar sürüyürlər, orada qar təmizləyirlər. Meydandan gördüyünüz kimi plastik, yəni naylon qablardır, onun üzərinə qarı töküb və çürüyüb gətirib meydandan kənara aparıb ta belə bir çəmən, belə bir vəziyyətə meydanı gətiriblər ki, oyun baş tutsun. Ona görə bir daha biz bunların bu cür tipli əməllərini, gözəl işlərini alqışlayırıq, təşəkkür edirik. Belə bir qar və hava şəraitində timlərini tək qoymayıb və yardım etdikləri üçün. Və mən siz şəkili seyr edəndə mən bildirim ki, traktorun növbəti oyunu şənbə günü İsfənd ayının 27-sində saat 16:00-da, yəni günün ikinci yarısı saat 4-də Saypada, yəni Kərəcdə oyun olacaq. Eyni vaxtda, eyni gündə, eyni saatda Şəhərdarı Qurd dərəsində qumun Səba tipini qəbul edəcək. Ki, ümid edirik ki, soydaşlarımız Şəhərdarı timini, yəni Təbrizdə tək qoymayacaq və eləcə də Kərəcdəki soydaşlarımız da yenə baxmayaraq ki, Kərəcin Saypa timi var, amma çoxlu bizim həmvətənlərimiz Kərəcdən olan, Tehrandan olan soydaşlarımız traktor aşiqlərdir və traktor ehtiyacı var, qələbəyə ehtiyacı var. Onun üçün də əminik ki, stadyuma gedib və Saypa timinin qarşısında Kərəcdə traktor timini təşviq edəcəklər. Təkrar edirəm, şənbə İsfənd ayının 27-sində saat 4:00-da Kərəcdə və eləcə də Şəhərdarı isə Səba ilə eyni tarixdə, eyni İsfəndin 27-sində saat 4:00-da Qurd dərəsi, Səhənd stadyumunda. Düzdür, indi Səhənd stadyumuna yadigar imam deyirlər, hər halda dövlətdir, özləri istədiyi adı, istədiyi formada hər yerə qoyurlar. Onu özləri bilər, amma oranın adı, o stadyumun adı Səhəndidir və məkanın adı da Qurd dərəsi. Çünki orada
qurdular toplaşır və bozqurdçulardır əsasən ki, hətta gördüyünüz kimi dünənləri haman o köynəklərin üzərində olan bozqurd işarəsinə görə həbs olunan, təhqir olunan soydaşımız da var. Ki, ümid edirik ki, stadionlara daha da çox gəlməklə bu tipli həbslərin qarşısı alınacaq. Bunlar belədirlər. Yəni bu mədəniyyət farslardan gəlmə bir mədəniyyətdir. Bizə aidiyyəti o mədəniyyətin yoxdur. Bunlar harada gördülər? Zəif gördülər, adam azdır ki, əmr verirlər, hücum eləyin, tutun, basın. O ki, gördülər, adam çoxdur, gücləri çatmır. O zaman geri çəkilirlər, qorxurlar, geri çəkilirlər. Yəni, yıxılanı vuranlardır bunlar. Bunlar, onun adına da hər halda adlar var ki, bunlar nakişi, namərd deyirlər. Yəni, belə tipli kültürə, əxlaqa ki, məxsusdur bunlar farslara. Yəni, bu adamlar ki, yəqin əskərlikdə olublar və onlarla düşüblər, belə şeyləri daha yaxşı bilərlər. Yəni, onlar hətta o cürdülər, əskərlikdə də. Yəni, görsələr, birini zəif görsələr, 5-10-u yığılarlar, başlarlar dava eləməyə, amma görsələr ki, yox, vəziyyət başqa cüradır, hamısı qaçarlar, gəlib yaltaqlıq elərlər. Bunların yəni, tipi budur. Bu əxlaq elə hər bir sahədə yəni, bunu tətbiq edirlər. Siyasətdə də bunu tətbiq edirlər, adicə məişətdə də tətbiq edirlər. Və əllərinə fürsət düşəndə, hegemonluq eləyəndə də yəni bu fürsət, yəni bunu edirlər. Necə ki, 35 milyon, yəni böyük bir milləti dilsiz qoyublar. Yəni çünki əllərində fürsət var, imkanları var, gücləri hələlik yetir. Ona görə bu işi görürlər. Əgər gücləri olmasa, zəif olsalar, qətiyyən, yəni bunlar gələrlər və inkar edərlər ki, yəni biz eləməmişik bunu. Yəni biz və buyurun gəlin siz bizim başımızın tacısınız. Belə bu dillə söhbət edir. Bu yəni ədəbiyyatla danışırlar. Bunlar hər yerdə, xaricdə də belədirlər. Amerikanın özündə də bunlar eyni siyasəti yürüdürlər. Bunların yəni siyasətçiləri də. Dünyanın hər yerində vardılar, belə davranırlar. Amma bu bizim əxlaqa, bizim mədəniyyətə ziddir. Bizdə elə deyil. Siz təsəvvür edin, adicə Quzey Azərbaycanı götürün və görün ki, Quzey Azərbaycanda etnik, ya lap o az olan etnik qruplara da hətta dili verilib ki, talışlar da öz dillərində təhsil alırlar, oxuyurlar. Digər etnik qruplar da bacaranı, biləni öz dillərində yəni, danışırlar, oxuyurlar, məktəbləri var, hər bir şeyləri var. Sabahları mən əminəm ki, yəni Güney Azərbaycan istiqlalını alandan sonra orada etnik qrup olarsa, onların da yəni haqlarını, hüquqlarını özlərinə verəcək. Yəni türk insanı budur. Yəni türk insanı namərd deyil, yəni mərdcəsinə, davanı da düşmənçiliyi də mərdcəsinə eləyir. Hər bir şey yəni kişi kimi o anlamda yəni aparır və ona əməl eləyir. Bunlar hələlik qoy tutsunlar, qoy həbs eləsinlər və o məhbusların ailələri nigaran olmasın, narahat olmasın. Həbsdə olanlar dözümlü olsunlar. Yəni bu sona qədər bunlar getməyəcək. Zaman gələcək, vaxt gələcək. Bütün bu demişik, nə edirlər, hər kəs bu hərəkətlə bağlı, Azərbaycanla bağlı nə iş görür, onun heç birisi cəzasız qalmayacaq və heç bir şey də unudulmur. Hər kim hər nə iş görür, arşivləşir. Yəni arşivə qoyulur və çoxlarının qalın yəni, pərvəndələri var. Yəni bu pərvəndə nə mənim əlimdədir, nə Həsənin əlinin, Vəlinin, heç kimin əlində yox. Bu yəni millətin arşividir, millətin əlindədir. Yəni zaman gələcək, vaxt gələcək, bir üzə çıxacaq. O baxımdan biz bir daha səbr arzu edirik bu məhbusların ailələrinə və özlərinə. Ümid edirik ki, digər, yəni başqa oyunlarda həbs olunan soydaşlarımız da ki, hal-hazırda məhbusda olanlar çoxdur ki, onlar da tezliklə yəni azadlığa buraxılacaqlar. Mən bir daha o məhbusların adını elan edim. Rıza İbrahimi Azər və eləcə də Behnam Əbdi Nicat Qoşaçaydan olan, yəni Miyandabdan olan bizim iki soydaşımız. Hələlik yəni bunların adı var. Bizim bildiyimizə görə fürsətdən istifadə edib çoxlu yəni həmvətənlərimizi stadiondan çıxanda şuar verərkən yəni tutublar ki, ümid edirik ki, tezliklə adları və kimlikləri bəlli olsun ki, biz televizyon vasitəsilə onu bütün dünyaya duydura bilək, çatdıra bilək.
Mən bundan artıq yəni vaxtınızı almaq istəmirəm. Sadəcə verilişimizin bu qismətində mən istədim ki, traktor haqqında, traktor Spahanın oyunu haqqında qısa da olmuş olsa siz əzizlərə bilgi verək. Təkrar edirəm, oyun bir dəfə də stadionda olan soydaşlarımız üçün Günas TV vasitəsilə təkrarlandı. Əminəm ki, orada fədakarlıq yəni göstərən bizim soydaşlarımız təkrar oyunu televizyon vasitəsilə görə bildilər və ləzzət apara bildilər. Hər halda gözəl bir oyun idi. Ən azından nəticə baxımından, əgər keyfiyyət baxımından aşağı olsaydı da nəticə baxımından elə bir havada, yəni qarlı hava, siz təsəvvür eləyin, hər yer ağappaq. Yəni qarın nəticəsində və qarın üzərində də qırmızı, al bayraqlar, traktor bayrağı, Azərbaycan Milli Hərəkatının bayrağı ki, hər yerdə dalğalanırdı. Ki, təbii ki, yəni bu hərəkat deyəndə Azərbaycan Milli Hərəkatının bayrağını millət bunu seçib. Yəni, bu bayraqla mübarizəyə başlanır, yeganə bayraqdır ki, üzərində sadəcə heç bir şey yox, qırmızı parçadır. Simvol kimi seçilib mübarizə üçün və bununla da Babəkin qaldırdığı əslində bayraqdır, al bayraqdır və bununla da mübarizə davam edir. Düşmənin, ürəyini deşmək, gözünü çıxartmaq bu rənglərlə qarın üzərində daha çox gözəl görünürdü. Yəni bu qırmızı bayraqlar. Təbii ki, biz bu günləri imkan eləyib bütün o stadionda qarın üzərində taxılmış bayraqları göstərə bilmədik. Əgər fürsət olarsa, digər münasib zamanda vaxt eləyib çatdırır və onların hamısını biz sizə göstərəcəyik. Növbəti oyunlarda yəqin ki, bundan sonra havalar bir qədər yaxşı şəraitdə olacaq, müsait bir vəziyyət, durum olacaq. Hər halda normal hava şəraitində Novruz bayramı və ondan sonra havalar gözəl olur. Təbii ki, yenə də biz bu stadionda, Qurd Dərəsi hal-hazırda bu backgroundda görürsünüz arxada və 100 min insanların toplaşması, toplaşdığı bir yer, bir məkan yenə də dolacaq, aşıb daşacaq. Çünki traktor elə bir durumda, mərhələdədir ki, yalnız himmət tələb edir. Bu da yenə təkrar yenidən, baxmayaraq Federasyon, Nizam-İntizam qüvvələri, Təbrizin İmam Cüməsi, Təbrizin ustandarı, bunlar təşəbbüs göstərirlər ki, bu həmvətənlərimiz ora gəlməsin. Bu nə ustandarın istəyidir, bu nə İmam Cümənin istəyidir, bu Tehranın istəyidir. Ona görə də bunlar da mozdurdular. Bu günləri ustandarın başında duran, o İmam Cümə, orada İmam Cüməlik eləyən, bunların hamısı rejimi mozdurlardı. Qal deyir, qal, dur deyir, dur, öl deyir, öl, otur, otur, qalx, qalx. Yəni, əmrə tabi, insan ki, müstəqil olmadı, əmrə tabi oldu, mərkəzə tabi oldu, öz millətinin iradəsindən kənar fəaliyyət elədi, elə belə olar, mozdur olar. Onun üçün bunlar çox əlləşirlər. Xüsusilə də bu İttilaat İdarəsi və Bəradərani Qaçaqçı, o qaçaqçı qardaşlar ki, Əhməd Nicat çox yaxşı ad verdi bunlara. Onlar daha çox əlləşirlər, fəaliyyət göstərirlər ki, o stadion boşalsın, orada adam az geçsin. Amma onların gözlərini oymaq üçün, eşmək üçün yenə də o stadiona doğru getmək lazımdır növbəti oyunlarda. Hətta mən deyərdim ki, Şəhərdarının oyununda belə insanlarımız himmət göstərməlidir və Şəhərdarı timində tək qoymamalıdır. Mən yeri gəlmişkən Şəhərdarı haqqında bunu demək istərdim ki, Şəhərdarı da 27 oyundan hardasa təxminən elə 27 xal qazanıb və təhlükə qarşısındadır. O mənada ki, ligdən çıxma təhlükəsi var Şəhərdarının. Qarşıda olan bu 7-8 oyunu əgər qələbə ilə başa vurmasa, yaxşı bir nəticələr əldə eləməsə, təəssüflər olsun ki, Şəhərdarı bu ligdən xaric olacaq. Bir tim daha da Azərbaycan timindən əvəzin ki, artırla üstə gələ, biz gözləyirdik ki, 3-cü tim gəlsin, amma biz 2-ci timi də əldən vermək ərəfəsindəyik. Bunun da əsas səbəbləri Şəhərdarını stadionlarda yalnız qoymaqdır. Bu tim də bizim timimizdir, bu millətin timidir, Cüni Azərbaycanın timidir, futbol timidir, takımıdır. Onun da elə rəngi də demək olar ki, qırmızıdır. Dəfələrlə ora gedən traktor tərəfdarları elan eləyiblər ki, fərq eləməz rəhləri bu timlərin.
Onun mənası odur ki, yəni biz şəhərdarı timində təşviq etməyə gedəcəyik, təəssüflər olsun, belə görünməyib. Olsa da çox az, yəni. Onun üçün soydaşlarımız bu məsələni nəzərə almalıdır. Əgər növbəti liqdə ki, davam edərsə, yəni olarsa, İran yəni bu hələlik başı bəlanın içindədir, hər ehtimal onun nüvə proqramlarının mərkəzi bombalama ehtimalı var. Qərb, yəni dünyasının İsrail, Amerika, Avropa və s. fikirləri var. Yəni bu məsələdə əgər olarsa təbii ki, bu məmləkətdə aləm dəyəcək bir-birinə və belə olanda təbii ki, bunlar belə futbol, vərziş filan belərə çox əhəmiyyət vermirlər. Milləti cəbhəyə ura-bura çəkib tökməyə cəhd göstərəcəklər. Yəni bu istisna olmaqla, əgər belə bir vəziyyət şərait qabağa gəlməsə, biz deyirik ki, növbəti il, yəni liqalar davam eləsə, şəhərdarını biz yenə də görmək istərdik. Ona görə də soydaşlarımız nəzərə alsın. Axırdan ikinci yerdədir. Yəni 18 timin içində hər il 2 tim, yəni xaric olur yerinə dəstə birdən, yəni birinci dəstədən 2 tim gəlir. Buradan 2 tim, axırıncı timlər xaric olur və təəssüflə mən qeyd etməliyəm ki, şəhərdarı da həmin o xaric olan hal-hazırda 2 timin yəni sırasındadır. Hardasa 17-ci yəni yerdədir. Ona görə də əgər qarşıdakı oyunları məğlubiyyətlə başa vursa, qalib gəlməsə, demək olar ki, biz şəhərdarı timini itirmək təəssüflə yəni ərəfəsində olacağıq. Buna görə də soydaşlarımız lütf eləsin və şəhərdarını təşviq etsinlər. Növbəti oyunda ki, İsfənd ayının 27-sində yəni şənbə günü stadiona getsinlər və şəhərdarı timində təşviq etsinlər ki, ta eləyə bilsin ki, Qumun Səba timi güclü bir timdir. Yəni çox çətindir ondan qələbə qazanmaq. O mənada təşviqə təbii ki, ehtiyacı var. Məyər sizin təşviqlərinizin nəticəsində. Bu da şəhərdarı ilə bağlı. Yenə də biz başarılar diləyirik şəhərdarı timinə, ümid edirik ki, tezliklə bu da cədvəldə yüksələcək və öz yerini, yəni ligdə qalma yerini ən azından tapacaq. Hər halda bir rütbə məqam falan şəhərdardan kimsə gözləmir. Bir daha təşəkkür edirik Traktorun qələbəsini, çərşənbə bayramınızı bir daha təbrik edirik və bizimlə bu vaxta qədər olduğunuz üçün hamınıza çox sağ ol deyirik. Verilişimiz təbii ki, bununla sona çatmır. Qısa bir ara alırıq. Aradan sonra ikinci verilişimizə başlayacağıq. Biz Almaniyadan Sayın Doktor İşıq bəy Sönməzlə söhbətimiz olacaq ki, sanıram maraqlı söhbət olacaq ki, ana dili və ana dili yəni önəmi və eləcə də istismarı, onun istismarı haqqında söhbətimizi davam edəcəyik. Sadəcə qısa aradan sonra əziz həmvətənlər mütləq bizimlə qalın. Hələlik.